Bizi sosial şəbəkələrdən canlı izləyən dostlar, hər vaxtınız xeyirli olsun. MRT Hiperinşaatda və bu bölmələr haqqında sizə məlumat vermək istəyirəm ki, dostlar da bilsinlər ki, nə, harda, necə istifadə olunur. Burada bizim artıq avtomobildən, dəmirçi işi ilə məşğul olan dostlar bilirlər ki, bunlar məsələ dəmirdə istifadə olunur. Bunlar nədir? Deyəcəm sizə. Üzərində də qeyd olunubdur. Qiyməti 11 manat 50 qəpikdir. Zamaskalardır. Yəni avtomobildə istifadə olunur. Bunların üzərində tüklə olanı var və tüklə olmayanı da var ki, artıq maliyyələr bunun harada necə istifadə olmağını bilirlər. Hamınıza rahat şəkildə avtomobil sürməyə arzu edirəm ki, heç bir zərbə olmasın, heç bir təhlükə olmasın ki, avtomobiliniz də əzilməsin ki, bunlara müraciət edib istifadə edə bilərsiniz. Bunlar nədən ibarətdir? Əgər evimizi təmir ediriksə, bunu da üzərində artıq göstərilibdir. Üzərində kley var, yəni yapışqanlığı var ki, bunun digər yerlər batmasın deyə açıb pola və ya digər yerlərə rahat sərmək imkanımız var ki, evimizi təmir eləyəndə mebellərimizi və ya digər yerlərdə batmalar, problemlər yaranmasın. Bunlar onlardan ötürüdür, əziz dostlar. Burada bizim var binderlər, hansı ki, divarı yumaq üçün istifadə olunur. Çox unikal bir məhsuldur ki, divarı rahat şəkildə yuya bilərsiniz. Bunlar da həmin binderlərin bir qədər yəni balaca olanlarıdır. Burada var skoçlar. Hansı ölçüdə, nə boyda skoç istəsəniz, buradan əldə eləyə bilərsiniz. Kağız skoçlar da var, digər skoçlar da var. Bunlar da avtomobillərin müəyyən yapışdırmaq üçün istifadə olunur müəyyən yerləri və bundan da istifadə etmək olur və bunların rəngləri də var, əziz dostlar. Və hər bir məhsulun da üzərində bunların qiymətləri var. Baxın, 3 manat 50 qəpikdir. Bunun qiyməti, daha böyüyünün qiyməti 11 manatdır. Bu skoçlar ustalar tərəfindən geniş şəkildə istifadə olunur. Yenə qeyd etmək istəyirəm, avtomobildə biz müəyyən bir hissəni qəzetlə və yaxud da nə ilə isə örtmək istəyiriksə, bu yapışıqlardan istifadə olunur və rahat şəkildə də cırmaq mümkündür. Burada isə daha böyük ölçülü skoçlar var ki, onlardan da həm mənzilimizdə istifadə edirik, həm digər yerlərdə istifadə edirik. Qiyməti də üzərində qeyd olunubdur. 5 manat 60 qəpik böyüklərinin qiymətləridir. Bax, belə balaca ölçüdə olan skoçlar da var. Bir qədər ondan kiçik olan bu ölçümüzdə var. Bunun da qiyməti üzərində 1 manat 20 qəpik göstərilibdir. Mərmər qranit yapışdırmaq üçün bu boyadan istifadə edə bilərsiniz. Biz bu boya haqqında, yəni boya əslində deyil, bu yapışqandır. Bunun haqqında istifadə etmişdik, yəni danışmışdıq, məlumat vermişdik sizə. Mərmər qraniti yapışdırmaq üçün istifadə olunur. Burada daha böyük ölçülü belə skoçlarımız var ki, bunun da qiyməti 7 manat 80 qəpikdir. Keçid alırıq yavaş-yavaş növbəti bu addelimizdə. Burada silikonlar var. Elə silikonlardır ki, bununla həm şüşə yapışdıra bilərsiniz, həm müəyyən yerlər var ki, orada su daha çox olur. Su keçirməmək üçün də bu silikonlardan istifadə edə bilərsiniz. Bütün firmanın məhsulları MRT Hiperinşaatda var və üzərində qiymətləri də var. Bunun qiyməti 6 manatdır, digərinin qiyməti aşağıda 4 manat 50 qəpikdir. Bunlar isə penalardır. Bunları birbaşa istifadə etmək mümkündür. Üzərində də artıq göstərilir bir köpükdür ki, aynaların, pəncərələrin müəyyən kənarlarına rahat şəkildə istifadə eləyə bilərsiniz və pul köpüyüdür bunlar, əziz dostlar. Bunun da hər birinin üzərində qiyməti var. Bunlar isə yəni birbaşa istifadə olunmaq üçün xüsusi bunun qurğusu var ki, onun içərisinə qoyulur, tapancaya taxılmaqla istifadə etmək mümkündür. 7 manat 80 qəpikdir bunun qiyməti. Bunlar isə izolyasiya köpükləridir. Biz yəqin ki, reklamlarda da görmüşük, sosial şəbəkələrdə də bunlar haqqında paylaşımlar var ki, tavanda müəyyən səth, yəni ölçü yaratmaq üçün bax bu gördüyünüz izolyasiya köpüklərindən istifadə eləyə bilərsiniz. Taxtanı taxtaya bərkitmək üçün kleylərdən istifadə edirlər. O da bir o qədər də möhkəm olmurdu. Ancaq bunlardan istifadə etdikcə bu yapışdırılmış yerdən əsla qopa bilməz. Ona görə də bunlar olduqca möhkəmdir və arxada da bizim məhsullar var ki, onlar haqqında da tamaşaçılarımıza, dostlarımıza məlumat verək. Elə gələk bir qədər başdan başlayaq, daha sonra keçid alarıq digər bölmələrimizə. Yenə burada skoçlar var, əziz dostlar. Böyük ölçülərimiz də var, kiçik ölçülərimiz də var. Bütün məhsulların üzərində qiyməti var. 8 manat 50 qəpikdir. Hamının daha çox müraciət etdiyi keçmişdə bunların heç biri yox idi. İnsanlar əziyyət çəkirlər. Bunlar el dili ilə desək, ana-bala yəni kleyləridir. Bu onun balasıdır, bu onun anasıdır ki, bir saniyə içərisində siz rahat şəkildə nəyi istəsəniz yapışdıra bilərsiniz.
bax bu kleylərin köməyi ilə qiymət üzərində var 5 manat 80 qəpikdir. Onun balaca ölçüsü olan da var 3 manat 70 qəpik. İnsanlar var ki, az yerdən istifadə etmək istəyəcəklər. Ona görə də həm böyüyünü ala bilərsiniz, həm balacasını ala bilərsiniz. Digər firmanın məhsulları da var ki, onlardan istifadə edə bilərsiniz. Aşağıda var bizim qaz balonlarımızdır ki, bunun qiyməti 27 manat 60 qəpikdir. Bir qədər kiçik ölçüsü var, 20 manatdır. Piknik etmək istəyirsinizsə və yaxud da elə mənzilinizdə, evinizdə, harada istəsəniz bu balon qazlarından istifadə etmək olar. Keçmişdə daha çox istifadə edildi. Mavi yanacaq bir qədər problemi olduğundan, ancaq şükürlər olsun ki, Azərbaycanımızın ən ucqar dağlıq əraziləri belə mavi yanacaqla təmin olunubdur. Ancaq buna baxmayaraq, yenə də insanlar bu balon qazlarından istifadə edirlər. Stopsuz, suya stop demək lazımdır bu məhsulun köməyi ilə. Mənzildə yaşayan insanlar daha çox aşağıya su keçir deyə və yaxud da onun səbəbindən öz vanna otaqlarında trapdan istifadə edə bilmirlər ki, gələcəkdə trap problem yaradacaqdır. Ancaq siz stop sudan istifadə etsəniz, bu problem tam olaraq aradan qaldırılacaqdır. Vanna otağınıza rahat şəkildə alt hissəsindən stop suyu sərirsiniz, sanki bir səth yaradır, yəni bir qalınlıq izolyasiya rolunu oynayır, bir kulyonka belə deyək, vəziyyəti yaradacaqdır. Daha sonra üzərinə kafel qoymaqla rahat şəkildə mənzilinizdə yaşaya bilərsiniz. Qiyməti 11 manat 40 qəpikdir bunun. Daha kiçik ölçüsü də var ki, bundan da istifadə edirsiniz. Qiyməti 5 manat ola bilər. Balaca yerdə, ona görə bu böyüklükdə almağa heç bir ehtiyac yoxdur. Yenə də burada bizim skoçlarımız var və bu skoçumuz bizim bant alçıpan üçündür. Alçıpanı bir-birinə yaxınlaşdırıb vurandan sonra onun orta hissəsinə vurub, üzərindən şpakulyovka vurulur ki, gələcəkdə problem yaranmasın. Yəni alçıpan arasında çat baş verməsi qiymət üzərində var. 5 manatdır. Onun kiçiyi də var, onun böyüyü də var. Belə kiçik ölçüsü də var, belə daha böyük ölçüsü də var. Yəni qiyməti 5 manat 90 qəpikdir. Bunun qiyməti 2 manatdır. Yəni bütün məhsulların, bütün malların üzərində qiyməti var. Gəlirik növbəti bölməmizə. Yenə də burada anabala kleyləri var. Yenə də bizim burada silikonlar var ki, bu köpükdür, təmizləyici köpükdür. Qiyməti üzərindədir 5 manat 50 qəpikdir. Bunlar haqqında bir qədər də məlumat verir ki, taxtanı bir-birinə gözəl şəkildə kənarlarına vurmaqla bərkilirsiniz və heç bir zaman həmin yerdən qırılmalar baş verməyəcək. Gəlirik, çatırıq burada. Biz bunu bilirik ki, müəyyən işlər həyata keçiriləndə müəyyən ərazilərə giriş qadağandır işarəsi əgər yoxdursa, bu stop yazısı olan lentlərdən istifadə edə bilərsiniz ki, yəni ora daxil olmasın, siz də öz işinizi rahat şəkildə görə bilərsiniz. Burada isə daha sonra indi dəb halını alıbdır bu qurbağa kli. Bundan da var, qiyməti 1 manat 40 qəpikdir. Çox möhkəm yapışıcılıq xüsusiyyəti var. Bunlar haqqında da dostlara yəqin ki, məlumatı var. Anabala kli adlanır. Bunda içərisində 2 dənədir. Hərəsini bir-birinə qatmaqla nə istəsəniz yapışdırmaq imkanınız var. Və əziz dostlar, burada nə var? Bu barədə də məlumat. 2 tərəfli skoçlar. Bu skoçların köməyi ilə 2 tərəfi də rahat şəkildə yapışdırmaq imkanınız var. Bunu avtomobillərdə də istifadə etmək mümkündür, evlərdə də istifadə etmək mümkündür və qiyməti də var üzərində 3 manat 70 qəpik. Bunlar olduqca möhkəmdir və bunun da keyfiyyəti çox yüksəkdir. Bunun da qiyməti 2 manatdır. Yəni bu da 2 tərəfli skoçdur. Burada digər skoçlarımız var. Bunlar da 2 tərəfli qiyməti 2 manat 30 qəpikdir. Bunun qara rəngdə olanı da var. Bunun da qiyməti üzərində var 2 manat 10 qəpikdir. Bunlar isə kalbasa silikon adlandırılır ki, artıq avtomobilin ön şüşələrini və yaxud da digər yerlərdə yapışdırmaq üçün şüşənin kənarlarına vurulur. Yəni kalbasa adlandırılır bunlarda. Bunlar da olduqca gözəl, keyfiyyətli məhsuldur. Qiyməti üzərində var 11 manatdır. Və daha sonra gəlirik yağ. Bunlar haqqında da sizə məlumat verim ki, bunlar yağlardır. Adətən, bax üzərində göstərilir, bu da yağdır. Paçevnik işarəsi var. Yəni yağlanmanı bərpa etmək üçün evdə, qapımızda müəyyən cırıltı səsləri gəlirsə və yaxud da kənd yerlərində darvazaların yəni uzun müddət yağlanmaması səbəbindən paslanması baş verir və o paslanmanı, o problemi aradan qaldırmaq üçün istifadə eləyə bilər. Litol 900 qramlıqdır, qiyməti 5 manat 50 qəpikdir. Bu isə 150 qramdır, qiyməti 1 manat 90 qəpikdir. Daha sonra burada keçmişdə də istifadə olunurdu, indi də istifadə olunur hamımızın tanıdığı Mamet kleyi.
Bundan keçmişdə qabları, hətta qırılan qabları belə yapışdırırdılar. Amma uzun müddət üzərinə keçməyinə baxmayaraq sarı yapışdıran yerdə bir işarə başlayır üzə çıxmağa. Ancaq indi daha müasir yapışdırıcılar var deyə bu problemlər aradan qalxıbdır. Burada da yenə ana-bala kleylərimiz var, yenə silikonlarımız var. Şüşə də yapışdıra bilərsiniz, taxta da yapışdıra bilərsiniz. Bu dünyada istifadə olunur. Əgər pas harda varsa, bütün məhsullara aiddir. Pas görürsünüzsə, təmizləyə bilmirsinizsə, heç də narahat olmağa dəyməz. Bu məhsulu alırsınız, qiyməti 2 manatdır. Vurduğunuz anda vəssalam, pasdan əsər əlamət qalmır. Daha onu şükürkalamağa, təmizləməyə heç bir ehtiyac yoxdur. 365 gün bizim lotereyamız var. Dostlar artıq bilirlər ki, MRT inşaata daxil olursunuzsa, avtomobil qazanmaq şansınız daha çoxdur. Zəfər günü ilə bağlı özəl Niva markalı avtomobilimiz oynanılacaqdır. Gəlirsiniz, alışveriş edirsiniz, hər 50 manata bir kupon əldə edib ad, soyad, ünvan yazıb atırsınız sehirli qutunun içərisinə və zəfər günündə inşallah gözəl lotereyamız baş tutacaqdır. Və onu da söyləmək istəyirəm ki, pulunuz imkanınız yoxdur bu malları almağa, narahat olmayın. Tək şəxsiyyət vəsiqəsilə yerində kredit də həyata keçirilir. Bir kart, taksit kart da keçərlidir. Bizi sosial şəbəkələrdən izləyin, paylaşımları siz də paylaşın ki, ətraf bölgələrimizdə olan dostlar da bu gözəl məkan haqqında məlumat əldə etsinlər. Onlar da gəlib, alıb, aparıb istifadə etsinlər. Heç bu yaddan çıxdı, bunu təqdim edim dostlara, bunu da söyleyeyim ki, bu da lazımdır. Əgər avtomobilimiz xarab olursa, yolda qalırıqsa, bunu avtomobilin arxa hissəsinə qoyub, arxadan gələn avtomobillərə söyləyirik ki, mənim avtomobilimdə problem var, ona görə də avtomobili burada saxlamışam. Bu işıq onlara qarşıda olan avtomobilin nasazlığından xəbər verir və bütün avtomobillərə lazımdır. MRT inşaat nə etmək lazımdır? Birlikdə.